fürsətini qaçırmayın. Ekran qarşısına yaxın əyləşirsiniz. Bu iki qonaq çox maraqlı bir qonaqdır. Çünki hər efirə getmirlər, efirdə çox az görünən sənətkarlardır. Səhnəmizin ilk Şəbnəmi, Respublikanın əməkdar artisti Şəbnəm Tapdıq Xəyalə ilə axşam söhbəti verilişinin qonağıdır. Axşamınız xeyir olsun, xoş gördük. Şəbnəm xanım, necəsiz? Yaxşıyam, çox sağ olun. Hər kəsə can sağlığı arzulayıq, hansı ki insan üçün ən birinci nemət olandır. Bir də Allah şəhidlərimizə rəhmət eləsin. Amin. Qazilərimizə can sağlığı, analara da səbir düzün. Çox təşəkkür edirəm. Dəvətimi qəbul edib gəldiyinizə görə xüsusən təşəkkür edirəm sizə. Elə şey olar ki, mən sizin dəvətsiz qəbul eləməyim. Mən çox istəyirəm. Çox sağ olun. Şəbnəm xanım hər insanı sevən bir insan deyil, etiraf edək. Hər zaman deyirlər ki, Şəbnəm xanım bir balaca çətin xanımdır. Nə mənada? Hər insanı qəlbinə yaxın buraxan bir sənətkar deyil. Onun səbəbi odur ki, ruhum ruhuna bərabər olmalıdır. Yağ yağdan qaynayar, bal balla. Amma yağı deyir, atsan suyu, suda o həll olmaz. Qalar suyun üzündə. Çox maraqlı söhbətlərimiz olacaq. Xoş gəlib, səfa gətirmişsiniz Şəbnəm xanım. Harada istəyirsiniz, özünüzə yaxın yerdə, rahat bir yerdə əyləşin. Növbəti qonağım da çox az görünən sənətkardır. Zamanında efirlərdə çox görünürdü. Hansı kanalı açırdın, onun gülər üzünü, gülər söhbətini görürdün, gülər simasını görürdün. Respublikanın əməkdar artisti Təranə Vəlizadə Xəyaləli axşam söhbəti verilişinin qonağıdır. Yolun sonuna geldik, bu sevgi burada biter. Yalvarma geriye dön, üzrün günahtan beter. Gözlerimin önünde ne eğil ne de alçal, ayrıldı yollarımız, ben gittim salamakta. Gözlerimin önünde değil ne de alçal, ayrıldı yollarımız, ben gittim salamatka. Bu bir imtihan idi, hayat bizi sınadı. Göylerden endik yere, aşkın kanadı, bu aşkın zirvesine bacarsan yine uçal. Sen uğurlar olsan, ben gittim salamatka. Bu aşkın zirvesine bacarsan yine uçar, sen uğurlar olsun, ben gittim salamatka. Bize gəm dolu xatirələr qalacaq. Bu taley acısında gözlerimiz dolacak.
Bu sevdan uduzdan başqa sevdanı qazan. Unut olub keçəni, mən getdim salamat qal. Bu sevdan uduzdan başqa sevdanı qazan. Unut olub keçəni, mən getdim salamat qal. Bu bir imtihan idi, hayat bizi sınadı. Göylərdən endik yerə, sındı eşqin qanadı. Bu eşqin zirvəsinə bacarsan yenə uçal. Sənə uğurlar olsun, mən getdim salamat qal. Bu eşqin zirvəsinə bacarsan yenə uçal. Sənə uğurlar olsun, mən getdim salamat qal. Bu bir imtihan idi, hayat bizi sınadı. Göylərdən endik yerə, sındı eşqin qanadı. Bu eşqin zirvəsinə bacarsan yenə uçal. Sənə uğurlar olsun, mən getdim salamat qal. Bu eşqin zirvəsinə bacarsan yenə uçal. Sənə uğurlar olsun, mən getdim salamat qal. Mən getdim salamat qal. Mən getdim salamat qal. Təşəkkür edirik. Axşamınız xeyir olsun Təranə xanım. Aqibətiniz xeyir. Xoş gəlmisiniz. Xoş gününüzə gəlim. Çox sağ olun dəvətinizə görə. Təşəkkürümü bildirirəm. Sizi də görməyim üçün bir daha şadam. İcazə verin fikrimi deyim. Tərənə xanım oxuyanda mənim gözlərim doldu. Bəli. Tərənə xanım bu musiqi kimindir? Bu mahnının musiqisi Sədaqət Arif qızınındır. Aha. Sözləri Nüsrət Kəsəmənli. Bizim lirikamızın günəşi Nüsrət Kəsəmənli. Həm sözlər, həm musiqi məni elə aldı apardı. Bəli, kövrəldi. Mən özümü təsəvvür elədim bir böyük müğənnilərin, Alla Pugaçovanın, Kabzonun sarayında, səhnəsində. Afərin. Bu mahnını niyə gizlədirdiniz ki? Gizlətmirəm. Tərənə xanımda bir tənbəllik var. Valla şedevr. Bu əsərdir elə. Aldı apardı məni. Çox gözəl əsərdir. Burada başlanğıc var, kulminasiya nöqtəsi var, burada sonluq var. Bu tamam kamil bir əsərdir. Çox gözəl, xoşuma gəldi. Hədsiz. Nüsrət Kəsəmənli böyük şair idi. Əlbəttə. Lirikanın günəşi idi. Bəli, ruhu şad olsun. Nəğməkar yazıçı idi. Yox, bir nəğməkar yox. O böyük şair. Hər şairin sözləri musiqiyə getmir. Elə şeirlər var ki, onların içində musiqi var. Bəstəkar üsulluca o musiqini götürür oradan, çıxardır. Duyur onu, çünki bəstəkarlar ağıllıdır axı. Duyur, hə. Ondan sonra bir gözəl libas kimi geyindirir o nədir, şeirə alınır mahnı.
şeir önəmlidir, Yoxsa ya musiqisi? Əslində niyə mahnılar üç ürəyin döyüntüsüdür? Ən birinci şairdir, ikinci bəstəkardır, üçüncü ifaçıdır. Tamamlayır bir-birini. Tamamlayır, onu biz ona can verən ifaçıdır. Amma sözsüz ki, necə deyərlər, o hissi, o duyğunu ən əzəl onu şair yaşayır. Şair yaşayır, bəstəkar da onun hisslərini duyub, sətir altı musiqisini hiss eləyib, bir gözəl libas kimi yenə deyirəm. O bəstəkar xanımı da buradan alqışlayaq. Aferin, gözəl mahnıdır. Mən Fransa səfirliyinə geçmişdim bir tədbirlə bağlı. Orada fransız mahnıları ifa olunurdu. Deməli, bir xanımla mən orada yaxından tanış oldum. O bir-birimizi belə gözlərimiz aldı. Və o mənə kitab təqdim elədi. Zenfira Quliyeva. Çox gözəl fransızca da bilir. Və bəzi hallarda mən məsəl üçün ondan lazım olan fikirləri öyrənirəm. Və o mənə bir kitab təqdim elədi. Mən gəldim onun evdə vərəqlədim, şeirlərinə baxdım. Dedim, ilahi, bunun bütün şeiriyyatı elə musiqidir ki. Və özüm başladım ona mahnılar yazmağa. Artıq bir ikisini, necə deyərlər, yazmışıq, lentə də almışıq, internetə də yerləşdirmişik. Allah qoysa elə həmin xanımın mahnıları ilə mən davam eləyəcəm və bir də Hidayət müəllimin çox gözəl şeirlərinə musiqilər bəstələmişəm. Nə gizlədim, mən bəstəkar olmaq istəyirdim. Şövkət xanım mənim qırtlağımı tutdu. Dedi, ifaçı olacaq. Dedi, ifaçı olacaq. Atam dedi ki, yox, nə danışırsan? Yox, dedi, İlyas, mane olma. Atama İlyas deyirdim, müəllimsiz, atsız. Dedi ki, onda qoy bir dənə qəşəng mahnı oxusun, Ay Şövkət xanım. Dedi, dedim, bir dənə Çilə bülbülüm oxuyum, oxudum. Dedi, bu nə idi belə? Dedi, qoy oxusun. Daha özümü tərifləməyim, çünki biz olan faktları danışanda da o insanlarda qəribə bir vəziyyət yaradır ki, özünü tərifləyir. Mən o yadda qalan səsi, sədanı, o cümləni təkrarlayıram. İndi mən Şövkət xanımı hardan tapım? Amma siz Rəşid Beyputov kimi dəyərli bir sənətkarın qarşısında ifa edərkən necə həyəcanlı idiniz? Oxuyurdu da. Hər ikiniz. Belə deyək də. Ay Allah, ay Allah, kaş o günlər geri qaydaydı. 80-ci illər idi, imtahan verirdik İncəsənət Universitetində. Birdən mənə laborant vardı, Sabir müəllim. Onu da buradan salamlayırıq. Gəldi mənə bir kiçik nömrə belə açdı kağız, dedi, bu nömrəyə zəng vurarsan, Rəşid Beyputov səni mahnı teatrında gözləyir. Ay Allah, sevincimdən uçurdum, deyirdim, ay Allah, gör necə insanın mən diqqətini çəkmişəm. Deməli, anamı da götürdüm, getdim Rəşid müəllimlə görüşdük və mənə dedi, nə oxuyacaqsan? Dedim, mən fransız dilində məhəbbət əfsanəsi tarixçəsini oxuyacam. Rafiq Babayev rayelin arxasında onu çox gözəl, mükəmməl ifa elədi. Rəşid müəllimin axı musiqiçiləri hamısı professional. Bəli, çox təşəkkür. Mən də oxudum, bir də gördük belə pis çıxmazsın. Bəxtiyar kinofilmdəki kimi qapının arxasında rus qızları yığılıblar başqa millətlərdən. Onun rəqqasələri vardı. Dedi, gördün, bax, cəmaatı cəlb elədin. Gəl mənim teatrımda oxu. Yəni, bu özünə tərif deyil, qoy bunu düz başa düşsünlər. Mən olan hadisəni danışıram. Ondan sonra Rəşidə xanımla mənə tanış elədi. Hara getdi o vaxtlar, nəysə. Belə-belə Rəşid müəllimlə işbirliyi oldu. Şəbnəm xanım, çox dəyərli, gözəl bir ailədə boya başa çatmışsınız. Köklü, nəsilli, nəcabətli. Mən deyərdim ki, sənətkar ailəsi. Yəni, hər mənada atanız, ananız, Allah rəhmət eləsin, ruhları şad olsun. Atanız İlyas müəllim nəyi tövsiyə edirdi sizə? Nəyi məsləhət edirdi? Bəzən deyirlər ki, müdrik adamların kəlamlarına qulaq asmaq lazım deyil, bəziləri deyir. Mənə elə gəlir ki, elə atalar sözləri də, müdrik sözləri, bax deyir, atalar sözləri niyə deyir? Ata yaxşı öyüd nəsiyyət verir, ana da verir, ata da verir. Onun ən yaxşı kəlamı mənə nə idi? Sən deyir, elə bir aləmdəsən ki, burada çoxlu danışıq dil var. Artıq məşhursan. Məşhur adam nə danışsa, o gedib qulağına çatdırırlar.
Heç kimin nə yaxşılığına danış, nə pisliyinə. Nə O gözəl. mənim qulağımda sırğa qalıb, mən qeybətçil deyiləm. Nə yaxşı, nə pis deyirdi danışma. Hə. Amma deyir efirlərdə, verilişlərdə, məsələn Tərnə xanım kimi bir müğənnini niyə tərif etməyək ki? Hə? Bu cür onu mən hərdən dartıb çıxardıram evdə. Gəl gedək verilişə. Nə oturmusan? Bu cür oxuyursan. Ceyran Haşimova da böyük bir məktəbdir. Siz Lalə Qızlar ansamblında da çalışmısınız. Nələri aşılayıb Ceyran xanım sizə? Deyildiyi qədər Ceyran xanım xanımlara qarşı, qızlara qarşı daha sərt idi. Bilirsiniz, mənim ilk gəlişim səhnəyə elə Ceyran xanımın ansamblında oldu. Onda mən çox gənc idim, 17 yaşım var idi. Ceyran xanımla qastrol səfərlərinə çox getmişik. Ondan sonra həmi Respublikanın əyalətlərini gəzmişik. Əksəri dövlətlərin səhnələrində çalışmışıq. Nə bilim, orada mənim demək olar ki, gənclik dövrüm keçib. 5 il onun ansamblında mən fəaliyyət göstərdim. Gözəl sənətkarlar var idi. Nəzakət Məmmədova, rəhmətli, Raziyə Şirinova, Reyhan Müslümova, Mahrux Muradova, necə deyim sizə, Kəmalə Rəhimli. O böyük sənətkarlardan sonra səhnəni hazırki ifaçılarla paylaşmaq çətin deyil. Bilirsiniz, hər dövrün, hər zamanın deyir, öz bahadırı var. İndiki tələbat belədir. Əvvəlki tələbat tamam bambaşqa idi. Əvvəl bilirsiniz, senzura var idi. Senzura elə idi ki, safçürək eləyirdilər. Hər adamı, hər oxuyanı səhnəyə buraxmırdılar. Əgər biraz zəif oxuyurdusa, onu öz fəaliyyət kollektivlərinə yönləndirirdilər. Saat 5 ilə 6-nın arasında bədii öz fəaliyyət kollektivlərinin konserti olurdu. Onlar orada çıxış edirdilər. Amma peşəkar müğənnilər, bilirsiniz, seçmə müğənniləri idi. Hamısı bir-birindən yaxşı, hamısı bir-birindən gözəl, özdə hamısı özəl idi. Heç kim bir-birini təkrarlamırdı. Eyni mahnını, məsəl üçün, 6 nəfər, 8 nəfər oxusa, tamam bambaşqa. Tərlanə xanım, o vaxt, o dövrdə səmimi etiraf edin, paxıllıq, intriqa, söz-söhbət var idi mı? Söz-söhbət? Aha. Söz-söhbət həmişə olurdu, amma ki, bilirsiniz, o söz-söhbətə reaksiya verən yox idi. Şəxsən mən özüm elə böyümüşəm ki, mən heç vaxtı, necə deyərlər, elə şeylərə məhəl qoyan deyiləm, bilirsiniz. Əsas sənətdir. Kim kənardan nə dedi, nə danışdı, arxaca danışan, arxada qalmış insanlardır. Onların sözünə, necə deyir, onların sözünə fikir vermək, məna kəsb eləmək nə qədər düzgündür? Əlbəttə düzgün deyil. Bilirsiniz, bir də ki, mən sizə deyim ki, hər insan öz danışdığı sözün arxasında gizlənir. Əgər sənin qəlbin təmizdirsə, ürəyində çirkablıq yoxdursa, sözsüz ki, sən pisin də bir dənə yaxşı cəhətini tapıb onu bayraq eləyib danışacaqsın. Amma sənin için dolu çirkabdırsa, vallahi sözsüz ki, sən yaxşını da pis qələmə verəcəksən. Çünki yaxşını da pis görürsən. Çünki özün pissən və salam. Füzulinin gözəl bir beyti yadıma düşdü, deyir, söz candır əgər bilirsə insan, sözdür ki, deyirlər, özgədir can. Hər insanın sözü onun canıdır. Bax, gördünüz? Bir də ki, necə deyirlər, dahi Sakrat deyib, danış səni görüm. Deməyib, oyna səni görüm, oxu səni görüm. Çünki oynayanda biz özümüz deyilik, biz roldayıq. Oxuyanda da biz obrazdayıq. Amma danışanda biz özümüzük. Ona görə bir dəfə bir sətir yalan danışarsa, 2 sətir, 3-cü sətirdə o yalanın tutulacaq, başlayacaqsan doğru danışmağa. Ona görə əsas insanın danışığıdır. Ona görə deyiblər, danış səni görüm. Biz də indi hazırda ifa eşitmək istəyirik, Şəbnəm Tapdığı səhnəyə dəvət edirik. Buyurun.
yaşayaydım o ömrü ben sevine sevine. Kaydaydım köşine o gençlik illerine, yaşayaydım ömrü ben sevine sevine. Seninle, çok seninle, seninle, ah seninle, seninle, çok seninle, seninle, ah seninle. Eşkimle alışaydım, güzelim barışaydım, Vüsala kavuşaydım ben sevine sevine. Eşkimle alışaydım, güzelim barışaydım, Vüsala kavuşaydım ben sevine sevine. Seninle, çok seninle, seninle, ah seninle, seninle, çok seninle, seninle, ah seninle. Yaşayalım Çin olaydın, bu gelen sen olaydın, gezeydim ne olaydı ben sevine sevine. Yaşayalım Çin olaydı, bu gelen sen olaydın, gezeydim ne olaydı ben sevine sevine. Seninle, çok seninle, seninle, ah seninle, seninle, çok seninle, seninle, ah seninle. Çok güzel mahnıdır. Mən də çox bəyəndim. Yeni bir ifadə. Yeni bir ifadə. Necə də yeni mahnıdır. Özdə İspan ritmləri var burada. Sözləri də gözəldir. Alqış. Musiqisi də Şəbnəm xanımın özünə məxsusdur. Sözləri Zəfərə xanım Quliyevaya aiddir. Çox gözəl. Musiqini də elə mən belə qulaq asıram da məsəl üçün bu səpkidə mahnılara və elə xoşum gəldi. Həmin o şeirə belə bir musiqi yaratdım. Və yeni bir ifanı məhz bugün təqdim etdik. Həmin musiqini bəstələyir, bilirsiniz? Şəbnəm xanım bizi tamaşaçılarımız izləyirlər. Bizim üçün bir canlı zümzümə eləyin Şəbnəm xanım. Dəydi saçlarıma bahar küləyi, nazəndə sevgilim yadıma düşdü. Hərənin bəxtinə bir gözəl düşər. Sən də təkcə
Nazende sevgilim yadıma düştün. Sen de tekçe benim adıma düştün. Nazende sevgilim yadıma düştün. Pardonnez-moi ces caprices d'enfant. Pardonnez-moi, reviens-moi ton ma va. Je t'aime trop et je ne peux pas vivre sans toi. Pardonnez-moi ces caprices, yəni bağışla mənim kaprizimi mənə. Pardonnez-moi ces caprices d'enfant. Pardonnez-moi ces caprices muaffa. Mən sənin səhvlərini bağışlayıram. Nə gözəl sözlərdir. Mən sənin səhvlərini bağışlayıram. Tərənnə xanım, biz ifa eşitmək istəyirik. Sizi səhnəyə dəvət edirik. Buyurun. Saçına, teline kurban, bal tek şirin şeker diline kurban. Senin doğulduğun eline kurban. Sen ah bizimsen ay sargelin. İnançtır saçarsan ucuna değme. Başını uca tut, düşmene eğme. Sen bir Türk kızısan, yad donu giyme. Sen ah bizimsen, ay sargelin. Sen ah benimsen, ay sargelin. Avazını, ahengini pozdular. Sözlerini başka semte yazdılar. Azmış kimi adlarına yazdılar. Sen ah bizimsen, ay sargelin. Karabağın maralına bacısan, muhamdan süzülen mahnı payısan. Milletimin yüreğisən, canısan. Sen ah benimsen, ay sargelin. Sen ah bizimsen, ay sargelin. Gelinler içinde ezelsen başsan, tarihsen, sedasan, izsen, yaddaşsan, halkın mücrüsünde kıymetli qarsan. Sen ah benimsen, ay sargelin. Esirler ötse de bizimsen bizim. Düşmem sanmasın ki katlandı dizim. Torpaqda, mahnıda hamısı bizim. Sen ah bizimsen, ay sargelin. Sen ah benimsen, ay sargelin. Avazını, ahengini pozdular. Sözlerini başka semte yazdılar. Azmış kimi adlarına yazdılar. Sen ah bizimsen, ay sargelin. Azerbaycan maralına bacısan, muhamdan süzülen mahnı
sar gəlir, sən axı bizimsən, ay sar gəlir, sən axı bizimsən, ay sar gəlir, nə yaxşı bizimsən, ay sar gəlir. Bir şey mütləq çıxacaq bu musiqi, Bəli, ona olan doğru. hörmət və ehtiyac. Zamanın sınağından çıxmış belə musiqilərimiz hər zaman eşidiləcək, dinləniləcək, gələcək nəsillərə ötürüləcək. Çox sağ olun ki, ifa etmişsiniz. Çox sağ olun. Mən təşəkkür edirəm buradan gözəl bəstəkarımız Novruz Aslana. Təşəkkür edirəm gözəl şairəmiz Gülnar Hüseynə, mətni yazan, ərsiyə çıxardan, mahnını yazan Novruz Aslana, aranjman ediblər ondan sonra. Çox işlədik bu mahnının üstündə. Bu bir proyekt idi. Mehriban xanım bu mahnını UNESCO deməli təsdiq elədi ki, bizim mahnıdır, Azərbaycan mahnısıdır. Şəbnəm xanım, 70-80-ci illərin mühiti yaxşı idi, yoxsa bugünkü mühit? Bədii şura vardı. Oradan hamı süzgəcdən keçirdi. Mahnının sözlərinə baxırdılar, musiqiyə baxırdılar. Kim yazıb, necə yazıb, niyə yazıb. O hamısı o dövrün tələbatları idi. Hər bir millət öz musiqisi, öz mədəniyyəti ilə tanınır. Gözəlim yar, gözəlim, bir sözüm var gözəlim. Bu yazıq yarına hərdən bir nəzər sal gözəlim. Bu yazıq yarına hərdən bir nəzərə sal gözəlim. Yanıram eşq oduna, yetmədin fəryadıma. Bu yazıq yarına hərdən bir nəzər sal gözəlim. Gözəlim yar, gözəlim. Bizi seyr edən, bizi izləyən tamaşaçılarımıza ərmağan olundu. Dəranə xanım, siz həyat yoldaşınızı itirəndən sonra sanki çox çətin bir həyat yaşadınız. Depressiya düşdünüz. Necə çıxdınız bu andan? Çünki siz çox gülərüz, səmimi, pozitiv, hər kəslə öz dilində danışan bir insansınız. Nə yaxşı tanıyırsınız məni. Bəli. İnsan güclüdür ümumiyyətlə. Tək qalanda görürsən ki, heç bir köməyin yoxdur. Tək deyəndə mən tək olmamışım. Mənim həmişə qohum-əqrəbəm, əzizlərim, Sizi sevənlər. onun da qohum-əqrəbələri mənimlə olub. Amma insan individumdur da, insan tək gəlir bu dünyaya, tək gedir. Toparladım özümü də, gəncliyim, mənim nə yaşım var idi? 30-32 yaşım var idi. Necə deyərlər, özümü elə bir ki, üzr istəyirəm, saçımdan tutdum, badaqlıqdan çıxartdım. Bax belə. Amma biz bayaq dedik, Təhnə xanımla harada tanış olmuşuq. Buyurun. Hələ mən məktəbli idim. Təhnə xanım yoldaşı ilə o bizim bulvar var. VDNX tərəf, sərgi tərəfdə. Açıqlıqda bunları həmişə çəkirdilər, yanaşı gedirdilər. Qəşəng sağ paltarda oxuyurdu. Mənim atam da ona deyir, bəh, kəpənəkdir, elə bir. Elə nərmənazi, elə gözəl bir xanım idi. Yoldaşı ilə bərabər oxuyurdular, sevilirdilər, konsertləri olurdu. O vaxt bizim çox konsertlərimiz olub. Demək olar ki, Avropanı qarış-qarış gəzmişəm. Deməli, bütün orkestrlərdə iştirak eləmişəm. Azərbaycanda nə qədər ansambl, xalq çalğı alətləri, ansamblları, orkestr, ondan sonra simfonik orkestr, simfocazdan oldusu, instrumental ansambli. Orada iştirak eləmişəm. Deməli, elə bir ansambl yoxdur ki, orkestr yoxdur ki, mən orada iştirak eləməyim. Amma bilirsiniz, insanın bir pik vaxtı olur da, çox populyar vaxtı olur ki, bilirsiniz, hətta inanın ki, 2 saat əvvəl biletlərimiz satılırdı.
Mən heç bilmirdim ki, bilet hardadır, necə satılır, nə təri. 2 saatdan sonra zalda yer yox idi. Həm nədir, o vaxt Lenin sarayında, sonra Heydər Əliyev sarayında, Filarmoniyada. 79-80-ci illər arası ASTV1-də Gənclik estradası keçirilirdi. Mənim atam televiziya redaktoru dedi, bir bunu çıxaraq bura mahnısını oxusun da, görək nə olur. Mən də çıxdım orada bir Şabanbin oxudum fransızca, bir öz bəstələdiyim mahnını, bir də bir Azərbaycan mahnısı. Yaxşı məktublar gəlirdi. Onlar hamısı Dövlət Televiziyasının arxivindədir. Mənim özümdə də var. Və belə məni başladılar köməklik eləyib efirlərə çıxarmağa o vaxtı. Sonra mən deməli yeni il proqramları olurdu. Orada məni salırdılar. Sədr özü, Elşad müəllim. Deyir, bu kimdir belə? Deyirlər, sənin əməkdaşımın qızı evladıdır. Sağ olsun, Elşad müəllim çox haqla yanaşırdı. Ondan sonra Oktay Kazimi özü mənə zəng vurdu, o nəhənglikdə bəstəkar. Dedi, ay İlyas müəllim, o bir dənə oxuyan var, onu mənimlə tanış elə. Amma bilmir ki, İlyas müəllim qızıdır. Bilmir, oxuyan mənim evladımdır, yanımdadır. Dedi, sən al onu götür gəl bizə. Dedi, ay Oktay, biz evdəyik, gəl bizə sənə bir qəşəng qonaqlıq verək. Atam tez qaçdı inturistdən yanaşıydı, axı Aznefdə bu Alimlər evin yanında var idi bir inturist köhnə. Oradan getdi, qəşəng kabablar, zadlar aldı, qəşəng süfrə açdı. Oktay müəllim gəldi bizə, anam da gördü onu hamı. Dedi, mən bu qıza yaxşı mahnıları yazacağam. Və dedi, sən hansı üslubda oxumaq istəyirsən? Mən oturdum ona o fransız mahnıları var, məhəbbət əfsanəsi, tarixçəsi. O səpkidə çalırdım, başladım. Dedi, 51 qırağı elə indi olmasın, Allah rəhmət əzi. Başladım, mahnı yarandı. Çox təşəkkür edirəm, dəvətimi qəbul edib gəldiyinizə görə xüsusən var olasınız söyləyirəm. Hər ikiniz bir-birinizə çox sadiqsiz, bir-birinizə dəyər verirsiniz, hər zaman dəyərli olasınız. Dostluğunuz əbədi, əzəli, möhkəm olsun. Bugün də tamaşaçılarla sizi görüşdürə bildik. Bol söhbət, səmimi söhbət və zövqə oxşayan ifalarınızı təqdim etdik. Nə qədər ki, buradasınız tamaşaçılara istəyiniz, sözünüz, buyurun. Ümumiyyətlə, cəmi bəşəriyyət var olsun. Dostoyevskinin dediyi kimi, dünyanı gözəllik xilas eləyəcək. Hər bir insan üçün cansallığı ən birinci neymətdir onun həyatında. Hər kəsə cansallığı arzulayırıq, uzun ömür. Bütün xalqımıza əmin-amallıq, gözəl həyat, bol ruzu və doğrudandır Şəbnəm xanım demişkən, gözəllik dünyanı xilas edəcək. Çünki gözəllik, bir tərəfə baxırsan, gözəllik özü xəfifdir. Adama elə gəlir ki, o gözəlliyin özünü xilaskara ehtiyacı var. Təşəkkür edirik. Qoy həyatımızın hər bir günü, hər bir saniyəsi musiqi ilə keçsin, musiqi ilə açılsın. İnşallah ki, görüşmək ümidi ilə biz siz salamat söyləyirik. Geyinmə görə dərin təşəkkür edirəm Solo Butikə. Əziz xanımlarımız, siz də öz zövqünüzə uyğun geyimləri Solo Butikdən əldə edə bilərsiniz. Bir sözlə öz zövqünüzə uyğun geyimləri Solo Butikdən əldə edin. Növbəti təşəkkürüm Nur Mobilya Mebel evinə gəlir. Var olasınız söyləyirəm, başda rəhbərlik Rəşad müəllim olmaqla. Nur Mobilya Mebel evində çox sərfəli bir xidmət var. İndi al, 2 ay sonra ödə kampanyasından yararlan. İstər 12, istər 18 aylıq kreditlə mebel əldə et. İndi al, 2 ay sonra ödə kampanyasından yararlan. Nağd alış zamanı 20-30% endirim var. Tam kart və bir kart da keçərlidir. Respublikanın əməkdar artisti Təranə Vəlizadə öz gözəl ifası ilə proqramımızı yekunlaşdırır. Yığılın dostlarım, yığılın gelin, yamanca kövreli yüreğim bugün. Derdimi soruşuyor, halıma beni, unudum derdimi,
Kızların gözü yer, nəğmə deyərəm. Gəlməsəniz dostlar, qəm eyləyərəm. Yamanca kövrəlib ürəyim bugün. Bilmirəm dünyanın harasındasınız, bəlkə yeni dostlar arasındasınız. Gözümün ağında qarasındasınız, yamanca kövrəlib ürəyim bugün. Bilmirəm dünyanın harasındasınız, yoxsa yeni dostlar arasındasınız. Gözümün ağında qarasındasınız, yamanca kövrəlib ürəyim bugün. Gözümün ağında qarasındasınız, yamanca kövrəlib ürəyim bugün. Ürəyim darıxır sizdən ötəri, yolunuz düşəydi kaş üzü bəri. Hardasız, görünür dostların yeri, yamanca kövrəlib ürəyim bugün. Bilmirəm dünyanın harasındasın, yoxsa yeni dostlar arasındasınız. Gözümün ağında qarasındasınız, yamanca kövrəlib ürəyim bugün. Bilmirəm dünyanın harasındasınız, yoxsa yeni dostlar arasındasınız. Gözümün ağında qarasındasınız, yamanca kövrəlib ürəyim bugün. Gözümün ağında qarasındasınız, yamanca kövrəlib ürəyim.